Ərəb xilafətinə qarşı Babək hərəkatı, müxtəlif hərəkatlar haqqında eşitmisiniz. Azərbaycandan gedir söhbət. Lakin Şimali Azərbaycanda yayılmış olan Pavlikyan hərəkatı haqqında eşitmisinizmi? Hərəkat haqqında ilk məlumatlar 7-ci əsrə aiddir. Hərəkat Antakiyada 7-ci əsrdə Samsatlı Paul tərəfindən yaradılmışdır. Azərbaycanda bu hərəkat haqqında məlumat 702, bəzi məlumatlara görə 707-ci ilə aiddir. Bu da Bərdə kilsə yığıncağının qətnaməsidir. Eyni hərəkat haqqında 768-ci il Bərdə kilsə yığıncağının qətnaməsində də məlumat verilmişdir. Pavlikyanlar haqqında Musa Kalankatlı, Musa Xorenli, eyni zamanda Gevont, ərəb tarixçilərin Mənsudu və Əlbərazının əsərlərində, Azərbaycan tarixçiləri Ziya Bünyadov və Fərdə Məmmədovanın əsərlərində də məlumat vardır. Hərəkat 702-707-ci illərdən başlamış, 841-ci ilə qədər təxminən davam etmişdir və bunlar 3 dəfə böyük üsyanla yadda qalmışlar. Bunlardan birincisi Ərəb xilafətini, deməli Nerses Bakurun Pavlikyanlığı qəbul etməsi ilə başlayır. Bu da Gidman yepiskopu idi. Lakin Ərəb xilafətinin Əməvilərin təhriki ilə Mesrop onu yenidən öz dininə göndərmişdi. İkinci hərəkat 751-ci ildə Kilab qalasında bəzi məlumatlara görə Qavat İbn Asəf Əl-Beyləqaninin, bəzi məlumatlara görə əsas Vardi bin Sufyan Əs-Saminin rəhbərliyi altında olmuşdur. Qala bir il mühasirədə qalıb, daha sonra isə təslim olmuşdur. İkinci axırıncı hərəkat üsyan isə 840-cı ildə yenidən Beyləqan ərazisində baş vermişdi və həmin üsyan Yesai Əbu Musa tərəfindən yatırılmışdı və əhali itaətə gətirilmişdi. Bundan sonra Pavlikyanlar hərəkatına yavaş-yavaş son qoyulmağa başladı.